Biz hamımız şikayətçiyik ki, binamız qəzalı vəziyyətdədir. 2003-cü ildə Hacı Bala müəllim bizə 40 sot torpaq verdi. Torpaq verdi ki, 160 ailənin hamısı o binadan köçürülsün, qəzalıdır binamız. Köçürülməyə gələndə 80 ailə köçürüldü, 80 ailə qaldı. Həmin 40 sot torpağın üstündə bizə bina tikilibdir, amma satdığa qoyulubdur. Satdığa qoyulubdur. Nə səbəbə? 80 ailəni yerləşdirirlər, bizə verilən payı, torpağın üstündə tikilən bina cəmaata başqa kənar adamlara satılmalıdır. Biz qəzalı binada yaşamalıyıq. Sizin tələbiniz nədir? Bizim tələbimiz evdir. Evimizi tələb edirik ki, bizə ev tikilibdir. Biz nə səbəbə qəzalı binada yaşayırıq? Ev verilir. Nəyə görə ev verilir? Bizə də ev verilir. Binanın içərisində paneller uçub tökülür. Paneli nəyi remont eləyəcək? Heç nə. Alüminyumla tökülür, dəmirlər də olub tökülür. Nəyə görə eləməsinlər elə? Möhkəmlərim lazım. Binanın qəzalı olması üçün aktımız da var. Biz xahiş edirik, bizim evimizə gəlib baxarlar. Burada prezident